Niyə mən məsələn kimləsə eşitməliyəm ki, biz Azərbaycanlıdır da. Bu da müsəlman görürsən də. Biz bir çoxları məni oradan tanıyır, amma mən ondan əvvəl hələ 2 radio stansiyada çalışmışam. İnsanları tanımaqda psixoloji cəhətdən təcrübə qazandırdınızsa, Özünü yaxşı tanımayan adam insanlarla da tam yaxşı ünsiyyət qura bilməyəcək. Amma yenə deyirəm, biz yəqin ki, hansı yolu keçməliyik, bəlkə də Almaniyadan yaxşı yaşayacağıq. O vaxtdan mən artıq xoşlayırdım radio qulaq asmağa və musiqiyə həvəs və radio aparıcılığa məndə elə bir simpatiya yaranmışdı. Məndən fərqli olaraq, bir çoxunun fərqli olaraq sizin özünüzü dinləyinizə təsir bağışlayır. Yəni. Necə ki, mən uşaqlıqda məsələn üçün pəncərədən baxıb qış yerdə qar görəndə daha mənim üçün qeyri-adi idi. İndi məsələn üçün işə gedəndə görürəm ki, qar yağır, biraz keyfim pozulur. Ancaq bura baxmalıdır, ancaq bura qulaq asmalıdır. İndi seçim də böyüdü. Bura Bakıdır da, olar da deyib niyə keçməliyik ki? Ya da ki, bura Azərbaycan.